Görün nə tapmışam. Yürüyüşdəydim, rast gəldi yığdım. Gizşən yaşı. Bu isə qurusu. Bu bir apteki əvəz edir, tək olaraq bir apteki əvəz edir. Hər zaman demişəm. Mən bu günlər inşallah bunu sok kimi çəkib içəcəm. Bax bu yaşı qanı laxtalandırır, yəni qatılaşdırır. Amma qurusun çay kimi dəmləyib içəndə qanı duruldur. Baxın bu belə bir nemətdir. Yəni Allah Taala bunu belə yaradıb. İndi bunu çəkəcəm. Nə qədər maye çıxacaqsa, bir o qədər də buna su əlavə eləyəcəm. Üstünə də təbii ki, baxın burdadır. Bir xörək qaşığı yapon safra alma sirkəsi qatacağam ki, qanı laxtalandırmasın. Mən bunu orqanizmə qəbul eləməliyəm. Çünki bu tərkibi çox zəngindir. Bu şəfadır bizim üçün, şəfa. Vallahi ki, bunu hər zaman deyirəm. O qədər fayda gördüm ki, mən bu içəndə. Bütün allergiyalarda gözəl təsir eləyir. Bütün bədəndə gedən infeksion proseslərdə, mədə-bağırsağa gözəl təsir eləyir. Bütün saymaqla bitirmək olmaz. İnşallah bu gün bunu belə oldu, yığın, qurudun. Yığın, belə paketlərə yığın, istifadə eləmək üçün. Qanı gözəl təmizləyir, duruldur qurusu. Bu isə biraz qatılaşdırdığı üçün buna su əlavə edəcəm və alma sirkəsi əlavə edib inşallah bu günləri içəcəm Allahın izni ilə.